6 ay ərzində bu olmuş oluram gün 1. Günorta saat 3'tü və mən budinkin səsinə yüngülvari oyanıram. Telefona baxıram, budinki söndürüb 20 dəqiqə duraram deyib tezdən yatıram. O 20 dəqiqə, bu 20 dəqiqə, saat 7 olur və mən dururam. Saat 7 üzümü yuyuram. Üzümü yuyəndən sonra fikirləşirəm ki, 4 gün düymədiyim dişlərimi də yuyum. Dişlərimi yuməyə də pasta yaxtarıram, pasta qutarıb. Burada heyfslənirəm və sonra üzümü də qəşəkcə silirəm köynəyimə. Sonra xadiyenka açıram, 8 ildir qalan pendir, 4 ayda qalmış qatıq, bir də 1 manat 15 qəpiklik acıqa var. Və fikirləşirəm, bir də baxıram 2 dənə limon. Nə yeyə bilərəm, fikirləşirəm. Sonunda acıqanı götürüb gedirəm. Bir də stolun üstünə baxıram ki, 3 ay əvvəl aldığımız yuxa hələ də stolun üstündədir. Nə yeyim deyə fikirləşərkən bir də yadıma düşdü ki, dünən yediyim pomidor və xiyarın qabuğu qalıb. Ondan qəşəngcə bir yemək hazırlayıram. Sonra o acıqadan sıxıram yuxanın arasına, pişirəm, vururam bədənə gedir. Çox qəşəng dadıdır, tövsiyə edirəm hər kəsə. Sonra yeməyimizi yeyəndən sonra dostumla biraz biznes plan qururuq və telefonda çox mehriban danışıqlar aparırıq. O mənə qardaşım deyir, mən ona qardaşım deyirəm. Və çox qəşəng yola gedirik ümumiyyətlə. Allah köməyiniz olsun.